Biz bu filmi çəkməyə başlayanda Yalçın müəllim bir neçə ay idi ki, bizi tərk eləmişdi. Amma elə çəkilişlər bitməmiş pandemiya başlandı. Dünya qapandı. Sonra Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda vətən müharibəsinə başladı. Yalçın Əfəndiyevin ən böyük arzusu da Çin oldu. Qarabağ! İndi isə danışmaq vaxtıdır. Mən Yalçın Əfəndiyev haqqında sadəcə söhbət eləmək istəyirəm. Başlanğıcdan mirasadək. Amma bu həm də Azərbaycan mədəniyyətinin qızıl epoxası haqqında söhbət olacaq. Atamın gənci illəri bu binada keçib. O illərdən çox böyük həvəslə danışırdı. Yalçını mən 66-cı ildən tanıyırdım. Baxmayaraq ki, mən ondan xeyli cavan idim. Mən bir 18 yaşım var idi, Yalçının isə 28. Amma bizim aramızda hansısa bir simpatiya yaradıldı. Əlbəttə, bu simpatiyanın da səbəbi mənim yaxın dostum Lala Topçubaşova idi. Çünki biz həm qohumuq idik, həm dost idik. Və Yalçın o illərdə Topçubaşovun evinə tez-tez gəlirdi və hiss olunurdu ki, orada ciddi münasibət var və bu münasibət əlbəttə toyla qurtaracaq. Иногда он приходил ко мне домой. Мы с ним так договаривались, в 11 вечера, в 12 вечера, ночи. У него были какие-то личные там в этот момент дела. Я не хотел, конечно, вмешиваться. Это его дела личные. Я просто тоже хотел, чтобы у него это все как-то обрело бы какие-то нужные рамки, нужные, чтобы у него было все то, что он задумал. Biz üçümüz Moskvada yadımdadır, futbola gedirdik, teatrlara gedirdik, film haqqında, teatr haqqında diskusiya aparırdıq. Amma sonra onlar ailə qurdular, əlbəttə çox neçə il ərzində Leyla Mecnun kimi yaşayırdılar. Mən belə ikinci ailə tanımıram ki, orada belə səmimiyyət, belə məhəbbət hökm sürsün. И получилось так, что в какой-то момент мы и отдыхали вместе на Гёй-Гёле. И мои дети, мои девочки подружились с его сыновьями. Вот. Они как-то подружились. Вот они подружились. И они меня это и свели больше. Свели, так сказать,
семьей Эфендиевых. И мне было очень приятно, потому что вот и семья, и дети его, вот такие же интеллигентные, добрые, мягкие, как и он сам. Kimya elmləri doktoru, akademik Heydər Əfəndiyev geokimya sahəsi üzrə ilk elmlər namizədi idi. Yalçın Əfəndiyev isə ilk təhsilini geoloji coğrafiya fakültəsində almışdı. Amma geoloq Yalçın Əfəndiyevi yox, kinorejissor Yalçın Əfəndiyevi böyük epoxa gözləyirdi. Yalçın Əfəndiyev Azərbaycan mədəniyyətinin qızıl dövrünü yaradanlardan olmalı idi. Taleh onun üçün belə yazılmışdı. Yalçın Əfəndiyev bu epoxanı yaradanlardan biri olmaq üçün Ümumittifaq Dövlət Kinematografiya İnstitutuna üst tutur. Я Алчина Эфендиева знаю очень давно, с гиковских времен. Он учился во времена Расима Исмаилова, да, моего супруга. Так что у нас такие давние очень связи. Ну, вначале это были просто такие дружеские отношения на уровне «здравствуйте, до свидания», но мы знали, что он очень такой яркий, умный, такой интеллигентный, очень красивый был молодой человек. Yatakhanada yaşayırdık ve biraz orada vəziyyət belə çox qarışıq idi. Amma onun öz yeri var idi. O məsələn dəhlizlə gələndə hər kəs baxırdı, hətta dayanırdı və onu buraxırdı. O aristokrat adam idi və sanki bizim dairəmizin ağsaqqalıydı. Преподавал им Альтшуллер, известный педагог, известный режиссер, режиссер научно-популярного кино. И вот набирали на режиссерский научно-популярного кино. Yaşayışımız ağır keçirdi. Neden? Çünkü biz əsasən ailələrdə böyümüşük və valideynlərimiz bizə nəzarət eləyirdi və rəhmətlik Yalçın böyük qardaşı idi bizim üçün. Və bir dəfə məni pis otağa salmaq istədilər. Mən gəldim, şeylərimi gətirdim, baxdım, elədim, gördüm ki, qapı açılır, Yalçın gəlir, deyir ki, götür çamadanımı və oradan çıxartdı. Komendanta dedi ki, bu nədir, sən orada yaşaya bilərsən? Yox. Mənim qardaşım niyə orada yaşamalıdır? Biz Kinematografiya İnstitutu'nda okuyanda bize çoklu filmler gösterdiler. Ve o filmlerle yanaşı biz o zaman Moskova'da Kinematografiya İnstitutu'nu tahminen 15-20 yıl önce bitiren tanınmış ve meşhur Sovyet rejisörlerinin diplom işlerine ve kurs işlerine bakırdık. Ve benim yadımda da o zaman bir iki filmi çıkartmak şartıyla, onlar doğrudan çok yüksek seviyede çevrilmişti. Kalan filmlerin ekseriyeti bizim o kadar da hoşumuza gelmiyor. Yani bakmayarak ki biz özümüz ikinci, üçüncü kursta okuyorduk. Neyse bize gelirdi ki bu tanınmış rejisörler, çok meşhur rejisörler ilk adımlarını atında neyse uğursuz olur. Maraksız filmleri, pis çekilmişti. Profesyonalizm seviyesi orada hissolunmuştu. Sonra biz çok müzakereleyende başa düştük ki biz bunları bugünkü filmlerini görürük ve mukayese edirik ilk filmiyle. 10 dakikalık, 20 dakikalık filmler idi. Ve sonra başa düştük ki o zaman bunlarda hiç o seviyeli profesyonalizm olmamalıydı. Çünkü bunlar ilk adımını atırdılar, ilk filmi çektiler. İlk filmde hiç vakit profesyonalizm yüksek olabilmez. O mənə çox kömək eləyib ki,
mən Azərbaycan dilimi orada Rusların arasında unutmayım. O yaxşı mənada Azərbaycanlı idi. Bu epoxanı Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Həsən Seyidbəyli, Anar, Elçin, Eldar Quliyev, Yalçın Əfəndiyev və daha neçə imza yaratdı. Azərbaycan kinematografında da 60-cı illərdə çox istedadlı, yaradıcı gənclər Mütbaq Kinematografiya İnstitutunu bitirib Bakıya gəldilər. Onların sırasında mən qeyd eləmək istəyirəm xalq artistləri Eldar Quliyevi, Yalçın Əfəndiyevi, Oktay Mirqasımov, Rasim İsmayılovu və başqalarını. Первую картину на киностудии мы сняли с ним вдвоем. Таинственность мечтательной страны задуматься заставит пешехода. Здесь вымысел и право сплетены, здесь, кажется, смеющаяся природа, здесь оживает сердце, полюбя. Могучие реки, здесь цветы и птицы не стеснены, а дома у себя. Onun ilk filmlərindən biri Səməd Vurğun haqqında filmi, onu Eldar Quliyevlə birgə o çəkmişdi. Bu film çox böyük əks-sədaya səbəb oldu. Lenin Komsomolu mükafatına layiq görüldü o dövrdə. Сняли с ним вдвоем, как это получилось, что в этот момент я приехал тоже из ВГИКа, хотя, я говорю, разница была, дело в том, что у него 3 года он учился, а я 5 лет. Но окончили мы в 1 год теоретический курс. Кончили вместе в 1 год. И я приехал, мне художественный фильм, я был режиссер художественного кино, я закончил. Мне не давали снимать. Не знаю, почему, сейчас уже время прошло, так сказать, не давали. Я очень хотел работать. Уже был достаточно взрослый человек, и сидеть на шее у родителей это было не очень хорошо. И я поэтому, так сказать, брался за все. И мне тут сказать, что и есть работа документальным у нас. А тогда было одно объединение. Киностудия «Азербайджан фильм», отдельно было документальное кино, отдельно было художественное кино. Вот. И мне тогда предложили снять к 60-летию Самет Вургуна. Bu
gənclər, onlar özləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirdilər. Çünki onların təhsili çox professional və mükəmməl səviyyədə keçmişdi. Onlar Ümidvar Kinematografiya İnstitutunun məzunları idi. На меня очень большое впечатление произвела его работа. Как хорошо, что есть Самет Вургун. Вот это. Мне кажется, что оттуда и началось его направление в документальном кино. Поэт, опомнись, ты пред лицом властителя стоишь. Я это знаю без напоминаний. Ты не склонился предо мной, Вагиев? Я статуя тяжелая, как совесть, а статуи не кланяются шаг. Что значит совесть? К боям готовясь, я знал, что меч содержится в ножнах. А совесть в чем? На что она похожа? Где обитает? Чем живет? Молчи. Смирись, не рассуждая. Совесть тоже должна молчать, как говорят. Эта картина была дебютом для многих нас. В этом фильме это к 60-летию Самет Вургуна. Поэта скорее книгу жизни завершить. Пусть длится день, пусть вертится планета. Я не спешу, мне некуда спешить. Первый сценарий Юсифа Самедоглы. Мне вообще было интересно с Юсифом познакомиться и поработать. Первый сценарий Юсифа Самедоглы. Первая музыка в кино именно Сабитоглы. Это все-таки первая работа моя и Ялчина. Я тогда, когда он подошел, говорил, что Эльдар, я сейчас, может быть, вместе сделаем. Он сказал, да ради Бога, давай, мы же товарищи. Мы вместе приехали из ГИКа. И вот, значит, мы с ним взяли за это, снимали мы у Симонова на даче, Константина Симонова. O Simonova doğma. Onun ilk filmlərindən biri Səməd Vurğun haqqında filmi, onu Eldar Quliyevlə bir Yevur çəkmişdi. Bu film çox böyük əks-sədaya səbəb oldu. Lenin Komsomolu mükafatına layiq görüldü. На меня очень большое впечатление произвела его работа. Как хорошо, что есть Самет Вургун. Вот это. Мне кажется, что оттуда и началось его направление в документальном кино. Вот. С Ялчиным мы распределили, кто что будет делать. И я снимал, например, в Москве в основном. Ялчин здесь в Баку снимал. И у нас был такой как бы поэтический образ. Муза такая. Самет Вургуна муза, которая вела его по жизни и по, так сказать, по творчеству. Bəlkə də çoxları bilmir ki, Azərbaycan kino tarixində ilk animasiya filminin quruluşçu rejissoru məhz Yalçın əfəndidir.
Biz o 70-ci illərdə bizim daimi yığışan yerimiz var, buraydı. Burada yaşıl skamya var idi. Cavan rejissorlar, Teymur Bəkirzadə, Yalçın, Nicat Bəkirzadə. Hətta bizlə çox vaxt Əli Musayev də, qocaman rejissor, otururdu bizlə söhbət edirdi. Kinostudiyanın köhnə vaxtlarından söhbət edirdi. Çox mehribandıq. O vaxt demək olar ki, biz daimi işdə olmuşuq. Sənədli film olmayanda mozalan çəkirdik. Mozalan olmayanda kino jurnal eləyirdik. Yaradıcılığının ilk illərində Yalçın müəllim elmi kütləvi kinematografa da müraciət eləyir və Naxışların Yaddaşı adlı bir film çəkir. Bu film çox maraqlı bir film idi və kristalografiya elmini təbliğ eləyirdi və bu filmdə məşhur bizim alim kristaloqraf Xudu Məmmədovun da çox maraqlı orada fikirləri, çıxışları var. Создатель орнамента в самом деле стремился раскрыть структуру кристалла. Выходит, прозорливость мастера. 1978-ci ildə mənim birinci film, Azərbaycan Film Kinostudiyasında birinci müstəqil filmim Ceyran filmi olub. Məmməd İsmailin ssenarisi əsasında bu film üzərində biz Yalçınla çalışdıq və çox yaxşı da bir film alındı, sənədli film. Belə, yəni biz onunla Zirədə balaca bir qoruq var idi, orada ceyranları saxlayırdılar və biz Yalçınla demək olar ki, bir müddət, yəni bir müddət deyəndə ki, bir həftəyə biz orada yaşadıq, bizə imkan yaratmışlar və biz gündüzlər həmin o ceyranları çəkirdik. Biz bir yerdə bir film çəkmişik, mən orada bəstəkar kimi fəaliyyət göstərdim. Amma deyəsən o qədər də uğurlu mənim bəstəkarlıq alınmadı. Halbuki film çox yaxşı keçdi. O film, sənədli film Bakıda 20-ci illərdə böyük bir kongres idi. Müsəlman ölkələrin, şərq ölkələrinin deməli görüşü idi və o haqda Yalçın çox maraqlı bir sənədli film yaratdı. Deyəsən yenə vağzalı təzələmişsiniz. Hə, təzələmişik. Köhnəsi yadından çıxmış olar. Yadımdadır. Hələ açılışı da yadımdadır, Əhməd dayı. Hay bala, geçsin o günlər bir də qayıtmasın. Kimin ağlına gələrdi ki, atalarımız bu yolla cəbhəyə gedəcək? Ялчин один из немногих режиссеров, кто очень хорошо знает архивы Азербайджана. Он там все знает наперечет. Когда мы начинали вот какие-то работы, там что-то предлагаешь, ой, это есть в этом, это есть это, на этой на полке, это такого номера. Все просто замечательно знает. Bir dəfə biz hətta BAM-a getmişik. BAM-a o vaxt Komsomol təşkil eləmişdi o səfəri. Deməli, Yalçın, Kənan, operator, mən. Kino jurnal çəkirdik. BAM-da Ulkan qəsəbəsi vardı. O Ulkan qəsəbəni Azərbaycanlılar tikib. Və ilk qatarda biz ilk sərnişin olmuşuq. Qış vaxtı idi. Dekabr ayı, bəli. Təsəvvür edirsiniz bir 40 dərəcə, 42 dərəcə şaxtada biz orada çəkilişlər apardıq və çox belə yadda qalan bizim həyatımızın bir anı idi. Yəni orada o çəkilişlər aparmaq. Sonra həmin o filmi dəfələrlə televiziyada göstərirdilər ki, Azərbaycan cavanları, Azərbaycan gedən cavan uşaqlar orada həmin o böyük nəhəng tikintidə bu işləri görüblər. Yalçın очень любознательный был человек. Поэтому документальное кино ему было близко. Его интересовало, его много. Он очень хорошо знал науку,
это было для него близко. И потому его работы были с этим связаны и были интересны. Yalçın Əfəndiyevlə bağlı əmin olduğum məsələlərdən biri onun nə üçün elmi kütləvi kinoya maraq göstərməsi ilə bağlı idi. İlk baxışda cavab onun həm də geoloq təhsilinə malik olması ola bilər. Amma daha dərindən düşünəndə cavabın fərqli olduğunu görürsən. Elmi kütləvi kino gələcəyin kinosu idi. Müasir texnologiyalara, süni intellektə gedən yol ekranda elmi kütləvi kinodan başlanırdı. Yalçın müəllim uzaq görən idi, gələcək üçün çəkirdi. Dövründən asılı olmayaraq, qızıl dövrü gələcəyə kökləyirdi. Əslində bu epoxanın içində həm də Yalçın Əfəndiyevin epoxası var. Azərbaycanda elmi kütləvi filmin inkişafı, formalaşması bir neçə rejissorla bağlıdır. Bunlardan birincisi Yalçın Əfəndiyev idi. Teymur və Nicat Bəkirzadə qardaşları idi və Vyacheslav Mikhaylov. Bax, bu 4 kino rejissorlar, bunlar elmi kütləvi kinematoqrafı Azərbaycanda inkişaf etdirirlər. Amma əfsuslar olsun ki, 90-cı ildən sonra bu kinematoqrafın növü tamamilə məhv oldu, dağıldı və artıq vəsait ayrılmırdı elmi kütləvi kinoya. Və ona görə də bu janr kimi, daha doğrusu bir növ kimi elmi kütləvi kino məhv oldu. Bir dəfə də gözəl səfərimiz olub. Qaradənizdən Cəfər Cabbarlı adında gəminin kapitanı Fuad Rasulov. Xəzər, belə deyək də, gəmiçiliyin yubileyi idi, 60 illiyi idi deyəsən. Onlar bizə film sifariş eləmişdilər Azərbaycan Film Kinostudiyasına və o filmi Yalçın Əfəndiyev bizim dostumuz Cəmil Fərəcov da aldıq, həyatdan keçib. Biz ikimiz o film üzərində işlədik və çox gözəl bir səyahət elədik. Deməli, Qaradənizdən həmin bu Kaspar deyirlər də, Kasparın gəmisi ilə o gəminin də adı Cəvər Cabbarlı idi. O vaxt deyirlər ki, kapitan vəsiqəsini də göstərmişdi. 28 yaşında o deməli olmuşdu kapitan Dalnivo Plavani. Ukraynadan Belqorod şəhərdən biz çıxmışdıq və gedirdik İtaliyada İmperiya adında şəhər var, Liguriya dənizində. Orada 5 gün qalmalıydıq. Taxta şalban aparırdı gəmi. 5 gün əvəzinə 15 gün qaldıq. Çünki biraz yağış yağanda İtaliya fəhlələri çıxırdı ki, yox, istəmirik, sürüşkəndir, yıxılacaq, nə bilim, travmazat. Biz də deyirik, Fuad, niyə elə çox? Deyir, sizə nə var? Siz maaşınızı alırsınız, valyuta gəlir, qalın. Я не могу сказать, что я слышал, что Ялчин где-то что-то повысил голос. Нет. Все спокойно. Все хорошо. Mən onu əsəbləşən görməmişəm. Çox mülayim, özünü əlində saxlayan insandır. Hətta çox vaxt bizim montajımız bir olub otaq. Rəhmətli Gülzar xanım bizim montajörümüzdür. Gülzar. Mən Gülzarla işləyəndə o hərdən gedirdi, Asiya barədə onunla işləyirdi, amma əksəriyyəti Gülzarla işləyirdi. Mən onun sözün düzü əsəbləşən görməmişəm. Neçə illərdir. Bəlkə çəkiliş zamanı onu bilməmişəm ki, çəkilişdə mən olmamışam onunla. Yox, o əsəbləri çox saxlayan adamıdır. Millət haqqında bir söhbət açanda o saat ruhlanırdı. Türk şairləri Tofiq Fikrəti yada salırdı. Nazim Hikməti deyirdi ki, türk mədəniyyət ayrı bir şeydir. Axı o illərdə biz türkçülük fikirlər çox hatalı idi. Amma Yalçın qorxmurdu və açıq şəkildə öz fikirləri aydın şəkildə bizə danışırdı. Yalçın müəllim mənə danışmışdı ki, 1990-cı ilin 20 yanvar hadisəsindən bir gün öncə Vyetnamda film çəkilişlərini başa çatdırıb Bakıya dönmüşdü.
20-si səhər kinostudiyaya getmək istəyir. Amma nəqliyyat vasitəsi tapmadığından yaşadığı evdən Azərbaycan Film Kinostudiyasına qədər olan məsafəni piyada qət eləməli olur. Deyirdi ki, küçələrdə gördüyü insanlıq əleyhinə cinayətlərə qarşı hiddətini güclə saxlayırmış. Bəli, mən qeyd eləmək istəyirəm ki, Yalçın müəllim ümumiyyətlə Türkmənçay müqaviləsi ilə bağlı bir film çəkirdi və orada məşhur Rus siyasətçisi, yəni eyni zamanda ədəbi, diplomatı Griboyedovun taleyi də orada əsas yer tuturdu və Griboyedovun həmin o Çar Rusiyası ilə İran arasında olan müharibə və s. və ilaxırə bütün bu məsələlər və Azərbaycanın taleyi orada ön planda idi və Azərbaycan orada müstəmləkə altında idi və çox maraqlı bir film alınmalı idi, amma əfsuslar olsun ki, maliyyə çatışmamazlığına görə, sonra müxtəlif problemlərə görə bu film yarımçıq qaldı və 3 ilə yaxın Yalçın müəllim bu film üzərində işlədi. 1994-cü ildə İngiltərədə, Londonda Azərbaycan Mədəniyyət Günləri idi. Deməli, Fərhad Bədərbəyli, başda olmaqla Xuraman Fidan Qasımova bacıları, onlara da konsertlər verirdilər və bizi də dəvət eləmişdilər. O hadisə haqqında bir film çəkək. Mənlə Yalçın dəvət olunmuşdu. Biz bir yerdə getdik Londona və orada bütün o konsertləri, olduqca yüksək səviyyədə keçən konsertləri biz lentə aldıq. Lentə aldıq və orada biz muzeyləri gəzdik. Orada bir muzey var, Muzey Victoria Alberta. Bərər deyəsən onun adı. O muzeydə bizim Azərbaycan xalçalıq sənətinin böyük birincisi Şeyx Səfi xalısı saxlanılır Londonda və biz onun haqqında film çəkmək belə bizim fikrimizə gəldi və Yalçınla biz o barədə çox fikirləşdik. Bakıya qayıdandan sonra belə deyək, sponsor tapdıq və onun vasitəsilə biz 96-cı ildə bir də Londona getdik. Bəli, müstəqillik illərində Yalçın müəllim daha çox milli kimlik, şəxsiyyətlər, bugünə qədər tariximizdə qaranlıq qalmış məqamlara müraciət edir. İbrahim Əbilov, Türkçəni gözəl danışan, əsl diplomat mədəniyyətinə malik, dərin bilikli bir adam idi. Mustafa Kemal Paşa ilə ən vacib söhbətləri onunla birgə edirdik. O elə bir anadan gəlmə diplomat idi. Tərəf müqabilini ciddi siyasi problemin müzakirəsinə məharətlə cəlb etməsi, onun fövqəladə təmkini adamı heyrən qoymaya bilməzdi. Atatürk ondan söz düşəndə həmişə deyirdi: İbrahim Əbilovu biz təkcə diplomat kimi deyil, Türk xalqının böyük dostu kimi qəbul edirik. Есть эпизод, когда понтифик Иоанн Павел II приезжал в Баку, и его встречал Гейдар Алиевич. И все эти сцены снимал Ялчин, все это было у нас. И была сцена, когда Гейдар Алиевич провожает понтифика, и очень тепло, долго так машет ему, и понтифик так в окошечко, пока улетает, да, уходит самолет, машет ему. Но вот этот эпизод прощания,
так хорошо сделал Ялчин, он такой потрясающий, что очень, я помню, советник президента, человек очень серьезный, потом там чиновник, там министр, они расплакались на этом эпизоде. И мы потом текст наложили такой, что, но они не знали, что очень скоро они уйдут из этого мира, потому что через какое-то время умер Гейдар Алиевич, Панфитик сначала, а потом умер Гейдар Алиевич. И то, что они завещали, тот проект, который они вдвоем начинали, уже осуществил Илгам Алиев. Mən düz 6 il burada təhsil almışam. Yalçın müəllimlə ilk dəfə biz 3-cü kursda oxuyanda tanış olmuşduq. Sonuncu kursda. Müasir dövrdə orta nəsil, cavan nəsil rejissorlar arasında elə rejissor yoxdur ki, onun tələbəsi olmasın. Onun hər bir tələbəsi harda olmasından, nə ilə məşğul olmasından asılı olmayaraq mirasdır. Ola bilsin ki, kimlərsə sənətini davam elətdirmədi. Amma onların hər birinin həyatından Yalçın Əfəndiyev keçib. Mən qeyd eləmək istəyirəm ki, Yalçın müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təxminən 1993-cü ildə gəlmişdi. Həmin dövrdə o bədii kino və televiziya filmi rejissoru ixtisası üzrə tələbələr qəbul olunmuşdu və o kurs rəhbəri idi. Və qeyd eləmək istəyirəm ki, Yalçın müəllim parlaq bir müəllim. Həmin o vaxtı filmlər çəkilirdi, amma müəllim kimi də mütləq çalışırdı. Və uşaqlar çox onun xətrini istəyirdi. Çünki ondan çox şey öyrənirdilər. Çox şeyləri. Hətta məişət mədəniyyətini öyrənirdilər. O deyirəm də, o kübar bir adam idi. С Ялчиным вспоминается его интеллигентность, его мягкость. А самое главное, я скажу вам, что любовь Ялчина к кино. Təəssüf ki, indi bilmirəm, belə Yalçın kimi, Yalçın xarakterli insanlar yoxdur. Bəlkə də mən onları tanımıram. Bizim içimizdə o yer alır. Belə də adamları unutmaq mümkün deyil. O heç bir insanın arxasıca danışmırdı. O heç bir insanı müzakirə etmirdi. Bəzən onun yanında kimisə müzakirə edəndə o adama dərhal deyirdi ki, xeyr, sən düz demirsən, o yaxşı insandır. Bəlkə sən səhv edirsən, gəl bu mövzuya toxunmayaq. Yəni, Yalçın müəllim ümumiyyətlə dedikodudan, ümumiyyətlə bir qədər o qapalı mövzulardan qaçan insan idi. Məişət mövzularından, Yalçın müəllim dedikodudan, məişət mövzularından qaçan insan idi. Və onunla ünsiyyətdə olanda, onunla söhbət edəndə mütləq müəyyən bir insani mövzu ətrafında olurdu o söhbətlər, fəlsəfi mövzu ətrafında olurdu o söhbətlər, sənətlə bağlı olurdu bu söhbətlər. Təbii ki, tarixlə bağlı. Yalçın müəllim tarixi çox gözəl bilirdi. İllər keçib biz hamımız gedəcəyik. Amma çalışmaq lazımdır ki, ölümdən sonra səndən heç olmasa kimsə desin, o yaxşı adam idi. Mən sizə deyim, Yalçın çox yaxşı adam idi.